Salam əziz izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bugünkü videoda gəlin baxaq düşündüyünüz insanın sizə qarşı hansı duyğusu var, ümumiyyətcə duyğusu varmı və hansı duyğulardır bunlar. Bir insan tutursunuz ağlınızda, o insana fokuslanırsınız və həmçinin xatırlatmaq istəyirəm ki, baxım ümumludur. Əgər şəxsi baxım istəsəniz, şəxsi olaraq Instagram üzərindən müraciət edirsiniz. Linki və adı göstərilib, videomun altında keçid edib əlaqə saxlaya bilərsiniz. Deməli, gəlin baxaq. Düşündüyünüz insanın duyğusu varmı və hansı duyğulardır bunlar? Demək istəyirəm ki, bu insanın duyğuları var, amma bu duyğular daha çox praktiki yönümlü duyğulardır. Yəni, burada duyğusallıqdan çox məntiqi analizdir və duyğu var, amma bu duyğu sevgi kimi deyil də daha çox qıcıqlanma hissi, hisslənməklə bağlı duyğulardır. Yəni, bu insan sizdən istədiyini ala bilmədiyi üçün sizin ya davranışlarınız, ya da istəkləriniz onu hissləndirir, qıcıqlandırır. Çünki burada maddi cəhət də var, maddi yönümlülük var və bu insan dediyim kimi həm sizi belə maddi yönümdən dəyərləndirə bilər, bu həm pul olsun, maddiyyat olsun, həm də ki praktiki, yəni bu mənə uyğundurmu bu insan, uyğun deyilmi və həmçinin də siz əgər ilişki qurmadığınız insandırsa, bu dediyim kimi daha çox pulla bağlı məsələlər onun üçün aktualdır. Qıcıqlanma hissi yaradır bu insanda, istədiyini ala bilmir. İlişkidə olanlar üçün də bu aktualdır. Çünki bu insan daha çox maddi yönümlü bir insandır. Daha çox bunun üçün duyğusallıq deyil də pul, maddiyyat, gündəlik baş verdiyi şeylər və həmçinin də vəzifə tutmaq, hansısa yerə gəlmək vacibdir bu insan üçün və ona görə də çox vaxtı bu insan duyğusallıq ikinci plana gedir bu insan üçün. Bu insan daha çox faydasını düşünür və faydalı bir insan çıxanda həm ilişkiyə də dair bu insan, misal üçün deyək, iki insan var da duyğusallı bağlantısı olan bir insan hansı ilə ki ilişki qurmalıdır və həmçində ikinci misal üçün variant var, duyğusallığı yoxdur, amma ona uyğun bir insandır, yəni vəzifəlidir, imkanlıdır. O elə duyğusal bağlantısı olmayan insanı seçməyəcək, yəni pulu olan, vəzifəsi olan insana üstünlük verəcək və o insanı seçəcək. Niyə? Çünki bu insan gələcəyi yeri çox düşünür və düşünür ki, maddiyyat, pul çox vacibdir və pozisiya tutmaq çox vacibdir.